Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu məsələnin izahına baxaq. İlk öncə məsələnin şərti ilə tanış olaq. Məsələnin şərtində qeyd olunur ki, yerin öz oxu ətrafında hərəkət sürətinin dəyişməsi nəticəsində eyni enlikdə yerləşən Bakı şəhəri ilə 118 dərəcə şərq uzunluğunda yerləşən məntəqə arasındakı yerli vaxt fərqi 510 dəqiqə olmuşdur. Belə olan halda uzunluğu Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğundan 4932 kilometr qısa olan coğrafi en dairəsində yerləşən məntəqənin yerin öz oxu ətrafında hərəkət sürəti neçə kilometr bölək saat olar? Deməli, məsələnin şərtinin uzun olmasına baxmayaraq, biz bu məsələni mərhələli şəkildə həll edəcəyik. Deməli, şərtdə ilk öncə qeyd olunur ki, yerin öz oxu ətrafında hərəkət sürətinin dəyişməsi nəticəsində. Deməli, biz bilirik ki, normalda yer öz xəyali oxu ətrafında 1 saatda 15 dərəcə hərəkət edir. Amma şərtdə qeyd olunur ki, yer öz oxu ətrafında hərəkət sürəti dəyişibdir. Deməli, Bakı şəhəri ilə 118 dərəcə şərq uzunluğu arasında fikir verirsiniz, yerli vaxt fərqi 510 dəqiqədir. Bakı şəhəri bilirik ki, deməli, 50 dərəcə şərq uzunluğunda yerləşir. Deməli, 50 şərqlə 118 dərəcə şərq uzunluğu arasındakı fərqi deməli, tapıb 510 dəqiqəni o fərqə bölməklə bizim 1 saatımız, belə deyək də, 1 dərəcəmiz neçə dəqiqədir, onu müəyyənləşdirə bilərik. Deməli, Bakı qeyd elədik ki, 50 dərəcə şərq uzunluğunda yerləşir. 118 dərəcə şərq uzunluğu ilə 50 dərəcə şərq uzunluğu arasındakı fərqi tapsaq, eləyər deməli 68 dərəcə. Deməli, Bakı ilə 118 dərəcə şərq uzunluğu arasında neçə dərəcə fərq var? 68 dərəcə fərq var. Və bu fərqi biz qeyd elədik ki, 510 dəqiqəni aradakı fərqə, yəni 68 dərəcəyə bölməklə 1 dərəcəmiz neçə dəqiqədir müəyyənləşdirə bilərik. 510 68-ə bölsək, eləyər 7,5 dəqiqə. 7,5 dəqiqə. Deməli, bizim 1 dərəcəmiz 7,5 dəqiqədir. Bəs bizim 1 saatımız neçə dərəcədir? Onu müəyyənləşdirə bilərikmi? Deməli, 1 dərəcəmiz 7,5 dəqiqədirsə, bizim 1 saatımızda bilirik ki, 60 dəqiqədir. Deməli, 60 dəqiqəni bölürük 7,5-ə, cavab eləyir 8. Deməli, biz tapdıq ki, bizim 1 saatımız neçə dərəcədir? 8 dərəcə. Deməli, yerin öz oxu ətrafında hərəkət sürətinin dəyişməsi nəticəsində biz tapdıq ki, bizim 1 saatımız 8 dərəcədir. Sonra növbəti hissəyə baxaq. Qeyd olunur ki, belə olan halda uzunluğu Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğundan 4932 kilometr qısa olan coğrafi en dairəsi. Biz bu en dairəsini müəyyənləşdirməliyik. Deməli, Bakı şəhəri bilirik ki, 40 dərəcə şimal enliyində yerləşir. Deməli, 40 dərəcə şimal enliyində biz paralel çevrəsinin uzunluğunu müəyyənləşdirə bilərik də. Söhbət tam paralel çevrəsinin uzunluğundan gedir. Deməli, 40 dərəcə şimal enliyi tam paralel çevrəsinin uzunluğunu müəyyən etmək üçün nə etmək lazımdır? Tam çevrə bilirik ki, 360 dərəcədir. Tam çevrə 360 dərəcədir. 40-ı vurarıq 360-a, cavab eləyər, deməli, üzr istəyirəm. 40-ı vurmarıq. Deməli, burada 40 dərəcə şimal enliyində 1 dərəcəlik paralel qövsün uzunluğu bilirik ki, 85,4-dür. Deməli, 85,4-dür, 85,4-dür. Vururuq 360-a, bu deyilər, deməli, 30.744 kilometr. Deməli, 40 dərəcəlik şimal enliyi üzrə biz tam çevrənin uzunluğunu müəyyənləşdirdik. 30.744 kilometr. Sonra deyir ki, digər paralel çevrəsinin uzunluğu bundan 4932 kilometr qısadır. Yəni ki,
30.000 744-dən 4932 kilometr qısa. Yəni çıxırıq 4932-ni. 4932-ni çıxırıq. Deməli cavab qalır 25812 kilometr. Deməli biz tapdıq ki, digər paralel çevrəsinin uzunluğu 25812 kilometrdir. Deməli tam çevrənin uzunluğu 25812-dir. Biz 1 dərəcəlik paralel qövsün uzunluğunu müəyyənləşdirə bilərikmi? Deməli digər paralel çevrəsinin uzunluğu oldu 25812. 25812-ni bölərik deməli 360-a. O zaman taparıq 1 dərəcəli paralel qövsün uzunluğunu. Bu da eləyər 71,7 kilometr. Deməli biz tapdıq ki, digər paralelin 1 dərəcəli paralel qövsün uzunluğu 71,7 kilometrdir. Bizdən soruşur ki, bu paralelin yerin öz oxu ətrafında hərəkət sürəti neçə kilometr saat olar? Deməli biz tapdıq 71,7 kilometr, söhbət 50 dərəcəli paraleldən gedir. 1 dərəcəli qövsün uzunluğunu tapmışıq. 71,7. Yerin öz oxu ətrafında hərəkət sürətini tapmaq üçün 1 saatda hərəkət sürəti neçə dərəcədirsə ona vurmaq lazımdır. Deməli biz bayaq hesabladıq ki, yer öz oxu ətrafında 1 saatda 8 dərəcə hərəkət eləyir. Və paralelimizi də tapmışıq ki, 1 dərəcəli paralel qövsün uzunluğu 71,7-dir. Deməli o zaman 71,7-ni vurarıq 1 saatdakı hərəkət sürətinə, yəni 8 dərəcəyə. Deməli bu da eləyər 573,6 kilometr bölək saat. Deməli sualımızın doğru cavab variantı olar C variantı. 573,6 kilometr.